Ha, ürəklərim. Oy, filtrim getmişdi. Ha, ürəklərim, sizdə də evdə pomidorunuz var, pomidor var, büzüşüb belə, bilmirsiniz onu neyniyəsiz. Sizə buradan bir dənə resept deyirəm. Düzdür, çəkmədim reseptimi, özünüz bilirsiniz, həm uşaqlara baxıram, həm iş görürəm, həm nəsə eləyirəm də, yəni vaxtım olmur çəkim. Həm o şeyim də yoxdur, lampadır, nədir, o tripod, o gün uşağın əli dəydi, sındı. İndi deyirlər, onu da deyir, alsın, yox, demirəm, alın. Yəni olsa o, qoyaram ona, canım siz üçün çəkərəm. Onun da sındı, canım da almıram. İndi sizə deyirəm, burada nə eləmişəm. Deməli, burada büzüşmüş pomidorlar, sonra pomidoru qəşəng yuyuram, başını belə hissəsini atıram. Blenderdən çıxardıram, tökürəm qabın içinə. Həmən qabın içinə duru yağ tökürəm. Sonra belə qırmızı istiot tökürəm. Paprika deyirlər buna. Qırmızı biber olsa da biber də tökə bilərsiniz. Hamısını bunları tökürəm. Biraz düz duru yağ tökürəm. Qəşəng belə tomat. Ev tomatı. Bir dənə sizə qabaqdan göstərim. Bunun içinə pomidor yumurta vuruyur. Bax, nə gözəldir. Ev tomatı, sonra soğandağı qovur, qəşəng bir qaşıq at onun üstünə. Bunu bilirəm, başqa cürdə yaza bilərsiniz, necə eləyə bilərəm, yəni başqa qablara da tökə bilərəm. Yox, mən elə bunu belə şüşəli ataram duxovkaya. Evdə olur da görürsünüz, vaxtınız olmur, belə də eləyə bilərsiniz. Bu da məndən sizə. Videomu bəyəndinizsə takip atın, like eləyin. Öpürəm sizi.